Çox təəssüf edirəm ki, burada çoxlu yanlış fikirlər eşitdik, məntiqsiz fikirlər eşitdik. Xüsusən də Mübariz müəllim bu sahədə fərqləndi, rekordçu oldu. Yəni Gültəkin xanım mahiyyət üzrə cavab verməyə çalışdı, ancaq cavab verilməli bir məsələ olmadığı üçün mövzudan yan keçdi. Bizim irəli sürdüyümüz məsələlər, xüsusən də irəli sürülən əlavə və dəyişiklərin konstitusiyanın mahiyyətinə, maddələrinə zidd olduğu məsələsinə bağlı xahiş edirəm, gələn debatlara yaxşı hazırlaşarsınız, bu söhbətimizi davam etdirərik. Sadəcə olaraq 90 dəqiqəlik zamanın 70 dəqiqəsi sizindir, 20 dəqiqəsi bizimdir. Ona görə də biz sizin dedikləriniz bütün yanlış fikirlərə cavab verməyə vaxt sərf eləmək istəmirik. Bir fikri vurğulamaq istəyirəm. Bir məsələ diqqətimi cəlb elədi. 7 təşviqat qrupunun demək ki, heç birisi, nümayəndələrin heç birisi bir nəfərin, iki nəfərin artıq prezident seçilə bilməməsinə bağlı müddaanın ləğvi məsələsinə toxunmamağa çalışdı. Yəni elə bil ki, bu mövzu tabudur. Halbuki referendum məhz bunun üçün edilir. Bayaq Mübariz müəllim çox yaxşı dedi ki, Kaligula dövründə kimsə yaşayıbdı, o isə 95-ci ildə yaşayıbdı. Hörmətli xanımlar və bəylər, 40 ildir Əliyevlər dövründə yaşayırıq. Və bu 40 il Azərbaycana zərbədən başqa bir şey olmayıbdır. Və indi bunu uzatmağa çalışırlar. Referendum məhz buna xidmət edir. Bu məqsədlə referendum keçirdirlər. Bu məqsədlə bir nəfərin, iki nəfərin artıq seçilməsini məhdudlaşdıran müddaanı aradan qaldırmaq istəyirlər. Burada həmkarımız soruşur ki, bu feodalizmə keçmək nədən ibarətdir? Baxın, hansı ölkələrdə bir nəfərin uzun müddət hakimiyyətdə qalmasına şərait yaradan qanunvericilik var, ya da ki, şərait var, ənənələr var. Suriyadır, Şimali Koreyadır, Belarusdur, Zimbabvedir, Kubadır və indi İlham Əliyev Azərbaycanı da həmin ölkələrin sırasına aparır. Bu, məncə 21-ci əsr deyil, bu məhz 19-cu əsrdir, bəlkə daha keçmiş zamanlardır. Biz isə hesab edirik ki, Azərbaycan keçmişə yox, gələcəyə yönəlməlidir və bir adamın, bir ailənin hakimiyyətinə yönəlmiş addımlar Azərbaycanın maraqlarına, köklü maraqlarına dəhşətli zərbədir və bu zərbənin vurulmasına yol verməmək lazımdır. Bunun üçün də mən xahiş edərdim ki, əslində qalsa baxı müddəalar sizin də əksəriyyətinizə lazım deyil. Bu Əliyevlər ailəsinə lazımdır. Bu bir ailənin Azərbaycan üzərində hökmranlığını təmin etmək üçün lazımdır. Siz niyə bu müddəaları müdafiə edirsiniz? Niyə bütün vasitələrdən çalışırsınız, müxtəlif məntiqi üsullardan istifadə edərək, müxtəlif məsələlərdən istifadə edərək o məsələyə xidmət edəsiniz? Axı, söhbət Azərbaycanımızın taleyindən gedir. Söhbət Azərbaycan xalqının insanlarından gedir, bizim övladlarımızdan gedir. Biz qanunlardan danışırıq, deyirsiniz ki, xalq haqqında danışırıq. Xalq haqqında danışırıq, deyirsiniz ki, yox, burada siyasi yox, hüquqi diskusiya gedir. Mən sadəcə olaraq hamını məsələyə məsuliyyətli və səmimi yanaşmağa dəvət edir. Bəzilərinizi əvvəlcədən tanıyıram, bəzilərinizlə bugün tanış oldum. Görürəm ki, hamınız savadlı, ağıllı adamlarsınız. Ancaq şərait bəzilərinizi məcbur edir ki, hüquq fakültəsinin birinci kurs tələbəsi səviyyəsində söhbət edəsiniz. Mən çox istəyirəm ki, bura Səfa Mirzəyev gələydi və Şahin Əliyev gələydi. 95-ci ildə qəbul edilmiş konstitusiyanın əsas müəlliflərindən həmin şəxslər və mövqelərini təqdim edəydilər burada. Və hesab edirəm ki, təkcə birinci kurs yox, 5-ci kursda bitirmiş hüquqşünaslar bilirlər ki, çağdaş dünyada tendensiya nədir? Tendensiya icra hakimiyyətlərinin səlahiyyətlərinin azaldılması və parlamentlərin səlahiyyətlərinin artmasıdır. Tendensiya eyni şəxsin uzun müddət eyni vəzifəni tutmasını məhdudlaşdırmaqdır. Bu bütün dünyada belədir, yəni normal dünyada belədir. Ancaq eyni zamanda 19-cu əsrə yönələn dövlətlər üçün başqa fərqli situasiya var, o artıq başqa məsələdə gəlir. Siz ora getmək istəyirsə etiraz eləmirəm, buyurun. Öncədən 3 əsas fikrimi ifadə eləmək istəyirəm ki, birincisi burada deyildiyi kimi bu referendum qətiyyən xalqın sifarişi deyil, qətiyyən sosial sifariş deyil. Bu, Əliyev rejiminin maraqlarına xidmət edən, onların sifarişi ilə həyata keçirilən bir referendumdur. Yeri gəlmişkən bir maddəyə diqqət edin. 29-cu maddə, mülkiyyət hüququ haqqında maddəyə dəyişiklik təklif olunur. Və maddə ilə ondan başlayır ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Və burada bir-iki söz maddədən çıxarılır. Gedin siz xalqdan soruşun görək. Xalqı bu maddədən bir-iki sözün çıxarılması ya saxlanılması narahat edir, yoxsa bugün xalqın düşdüyü vəziyyət narahat edir. Gedin Qanlıgöl ətrafındakı yaşayış masivində evləri pusaq sökülməyə başlayan qaçqınlardan, köçkünlərdən, didərginlərdən soruşun ki, onları qanları ilə, dırnaqları ilə əziyyət çəkib, axırıncı qəpiklərlə tikilər evlərin, hansısa məmurun, hansısa hakimiyyət oliqarxının maraqlarını təmin etmək üçün söktüyü, dağıtdığı evin taleyi narahat edir, yoxsa konstitusiyanın hansısa müddəasında hansısa sözün çıxarılması. Bu təkcə Qanlıgölə aid məsələ deyil, Sultəpə yaşayış masivində də eyni vəziyyətdir və ölkə üzrə yəqin ki, yüzlərlə belə nümunəni siz özünüz də hamınız çox yaxşı bilirsiniz. Bu
xalqın bu ağır vəziyyətində, torpaqlarımızın önəmli bir hissəsi işğal altında olarkən, ölkədə iqtisadi vəziyyət həddindən artıq mürəkkəb olarkən, ölkədə rüşvətxorluq, korrupsiya, monopoliyalaşma baş alıb gedərkən və dünyadakı iqtisadi böhranın Azərbaycana çox ciddi problemlər yaratdığı bir dövrdə və artıq bütün xalqımız həmin böhranın nəticələrini hiss eləməyə başladığı bir dövrdə bu böhranın yaratdığı problemləri həll etməyə vəzinə, xalqın problemlərlə məşğul olmağa vəzinə, hakimiyyətə lazım olan maddələrin dəyişməsi ilə məşğul olmaq təbii ki, xalqın maraqlarına ziddir, Azərbaycanın maraqlarına ziddir. İkinci qeyd etmək istədiyim fikir, bu referendum Azərbaycanın maraqlarına qətiyyən cavab vermir, Azərbaycanın maraqlarına köklü sürətdə ziddir. Bu referendum Azərbaycanı geriyə aparır, 19-cu əsrə aparır, feodal dövrünə aparır və bununla da Azərbaycanın 21-ci əsrə irəliyə doğru hərəkətinə çox ciddi problem yaradır. Azərbaycanın beynəlxalq nüfuzuna, Azərbaycanın beynəlxalq aləmdəki mövqeyinə sarsıdıcı zərbələr vurur və bu da Azərbaycanın bütün problemlərin həllinə, o cümlədən də hamımızı narahat edən işğal olunmuş torpaqlarımızın azad edilməsi məsələsində həlləyici dərəcədə ciddi problemlər yaradır və yaradacaq. Üçüncü qeyd etmək istədiyim məsələ bu referendumun qeyri-qanuni olması barədə. Bu barədə artıq burada qeyd olundu. Bu tamamilə birmənalı bir məsələdir. Heç bir başqa burada ikinci fikir ola bilməz. Konstitusiyanın 158-ci maddəsində birmənalı şəkildə yazılıb ki, bu Konstitusiyanın birinci bölməsində əks etdirilmiş müddəalarla əlaqədar Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr təklif edilə bilməz. Bu Konstitusiyanın birbaşa maddəsidir, 158-ci maddə. Açın referendumla bağlı təklifləri, əlavə dəyişiklikləri baxın. Birinci bölməyə xeyli əlavələr təklif olunur. Bu bir məsələ. İkincisi burada qeyd olundu. 156-cı maddə. 156-cı maddəyə görə konstitusiya əlavələr yalnız və yalnız Milli Məclisin konstitusiya qanunları şəklində qəbul edilə bilər. Bu dediyimiz müddəa ilə bağlı biz Vətəndaş Hərəkatı adından Konstitusiya Məhkəməsinə müraciət etmişik. Təəssüf ki, bugünə qədər onlardan biz cavab ala bilmirik. Və bu müddəa ilə bağlı diqqət yetirmişsinizsə, ölkədə özünə hörmət edən heç bir hüquqşünas fərqli fikir söyləyə bilməyib. Hörmətli, savadlı ekspertlər, hüquqşünaslar bu məsələ ilə bağlı ya susurlar, ya da çox ehtiyatlı şəkildə belə bir problemin, hüquqi problemin olduğunu etiraf edirlər. Əgər kiminsə buna şübhəsi varsa, Konstitusiya Məhkəməsinin qərarına diqqət yetirsin. 24 dekabrda Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərara diqqət yetirin. Həmin qərarda qərar özü Konstitusiyaya dəyişikliklər edilməsi haqqında qərar adlanır. Çünki Konstitusiya Məhkəməsində hər halda bir neçə nəfər savadlı hüquqşünası var. Onlar başa düşürlər ki, konstitusiya əlavələr referendum yolu ilə həll edilə bilməz. Ona görə də onlar öz sənədlərinin adında əlavə sözünü istifadə eləməyiblər. Bu məsələ, yəni bir daha təkrar edirəm ki, gün kimi aydın bir məsələdir və məhz buna görə biz hesab edirik ki, bu referendum dayandırılmalıdır və əgər kiminsə referendum keçirmək fikri varsa yenidən başlamalıdır. Qanunun tələblərinə, konstitusiyanın tələblərinə uyğun şəkildə bu proses.